Əramızdan əvvəl 1-ci əsr. Roma ayaqdadır. Hamı Sezarın taxta çıxacağı günü gözləyir. Kimisi hesab aparır, kimisi plan qurur. Amma heç kim Əlövsət dayını hesaba almırdı. Yuli Əlövsətin arxasında ciddi dəstək yox idi. Dayı da dedi ki, bu iş Romada düzəlməz və birbaşa Qalliyaya yollandı. Qəbilə başçılarına sülh təklif etdi. Cavab qısa oldu. Yox. Dayı da çox uzatmadı. Mühasirəni başlatdı. Qalliya alındı. Üstündən biraz toz torpaq silkələyib, dumanlı Albiyonu da siyahıya əlavə etdi. Romaya qayıdan Əlövsət dayı düşündü ki, indi rahatlayaram. Amma yox, onu bir də vətəndaş müharibəsi gözləyirdi. Pompey ilə qarşılaşmada artıq zərdər atılmışdı. Dayı Pompeyi məğlub edə yolu uzatdı, axırda özünü Misirdə tapdı. Orada Kleopatra ilə görüşdü. Amma tarixçilər hələ də bunun görüş, yoxsa çay fasiləsi olduğunu müzakirə edir. Bu qədər qələbədən sonra dayı dedi ki, yetər, indi biraz da dövlət işi görək və Roma tarixində iz qoyan islahatlara başladı. Təqvim islahatı, Yuli təqvimi. İlin günləri dəqiqləşdirildi, fəsillər yerinə oturdu. Roma artıq bu ay neçə gündür sualı ilə baş sındırmırdı. Senatın genişləndirilməsi, senata yeni üzvlər, xüsusilə əyalətlərdən qəbul edildi. İmperiyanın hər küncü söz sahibi oldu. Torpaq islahatı, veteranlara və kasıb vətəndaşlara torpaq paylandı, xidmət edən qarşılığını aldı. Vergi sisteminin düzəldilməsi, vergi yığanların sui istifadəsinin qarşısı alındı. Dövlət vergini aldı, məmur yox. İdarə etmə islahatı, məmurların səlahiyyətləri və vəzifə müddətləri müəyyən edildi. Amma taleyin işilə bax ki, Brutus xəyanətə hazırlaşdı. Elə bu anda zaman maşını işə düşdü və Əlövsət dayı yenə xilas oldu. Dayı tarixə düşən sözlərini dedi. Gəldim, çay içdim, çörək yedim. Siz də kanala abunə olun ki, Əlövsət dayının növbəti tarixi macəralarını